Binə qəsəbəsi 117 nömrəli məktəbə cəmi 80 metr məsafəsi var. 3 sot, onda 2 kupçada qeyd olundu. Paket kupça belə bir evdir. Düzdür, köhnə tikili evdir. Uzun evdir. Harca 14 metrənin 11 metrəyə belə bir evdir. Alıb ya təmir eləsin, ya da söküb yerində 2 dənə evdə tikmək olar. Həyətyanı ərazisi gördüyünüz kimi bu qabaq sərt. Birbaşa məhəlləyə açılır. Yəni qapı yeri aç, 2 dənə ev tikirsən, aç birbaşa məhəlləyə. Dövlət suyu, qaz işığı, hər şey var. Paket kupçadır, ipotekaya yararlı. Bax belə bir ev. Binə mərkəz 117-nin tam yanı. Evin daxili hissəsini göstərmirəm. Çünki yəni orta təmirdir də, alıb təmir eləmək lazımdır. Amma bunu deyim ki, evimizin bax böyrünə, bu böyrünə, plus da arxasına keçid mümkündür. Hardasa 1 metr böyründə saxlayıb. 1 metrdə bax arxada saxlayıb. 1 metr rahat var. Çoxdur 1 metrdə. Qiymət 95 minə endi. Tələsin dostlar, jackpotdur həqiqətən də bu variantı qaç etmək. 2 ev tikmək rahat mümkündür. 2 ev rahat tikərsən. Evi də söküb 2 ev tiksin, nə qədər evin materialı var, dəmir, dömür, krişa, taxta hamısı da ələ yarayandır.